Bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar. Azərbaycanda ailə siyasətinə və sosial müdafiəyə dair qanunvericilikdə analar üçün xüsusi güzəştlər nəzərdə tutulub. Xüsusilə 5 və daha çox uşağı olan analar əmək fəaliyyəti zamanı müəyyən şərtlər ödənildikdə pensiyaya 5 il əvvəl çıxmaq hüququ qazanırlar. Bu güzəşt ailələrin sosial müdafiəsini gücləndirmək, çoxuşaqlı ailələrin vəziyyətini yaxşılaşdırmaq və qadınların əmək hüquqlarını qorumaq məqsədi ilə tətbiq edilir. Publika az xəbər verir ki, mövzu ilə bağlı ekspert, pensiya və sosial təminat sahəsi üzrə mütəxəssis Fərid Quliyev bildirib ki, bu hüquq sığorta edilənlərin pensiya təminatı haqqında qanun və müvafiq Nazirlər Kabineti qərarları ilə tənzimlənir. Qanuna əsasən 5 və daha çox uşağı olan qadınlar müəyyən yaşa çatdıqda və yetərli iş stajı olduqda pensiyaya çıxmaq üçün müəyyən edilmiş normal pensiya yaşından 5 il tez çıxmaq imkanı qazanırlar. Bu güzəşt yalnız qanunvericilikdə göstərilmiş şərtlərə ödəyənlərə aiddir və stajın minimum tələbləri yerinə yetirilməlidir. Əgər şərtlər tam icra olunubsa, qadın müvafiq sosial müdafiə orqanına müraciət edərək erkən pensiya hüququnu təsdiq etdirə bilər. Ekspert vurğulayıb ki, çoxuşaqlı anaların erkən pensiyaya çıxması təkcə maddi deyil, həm də sosial əhəmiyyət daşıyır. Bu güzəşt qadınların həyat keyfiyyətini artırır, çoxuşaqlı ailələr üçün əlavə sosial dəstək rolunu oynayır. Eyni zamanda, əmək bazarında qadınların uzun illər işləmək zərurətini azaldır, onlara ailə ilə balans yaratmaq imkanı verir. Fərid Quliyev əlavə edib ki, pensiyaya erkən çıxmaq hüququ yalnız qanuni öhdəlikləri yerinə yetirən və uşaqlarının doğum haqqında sənədləri düzgün təqdim edən analara aiddir. Əgər sənədlər tam deyilsə və ya iş stajı yetərli deyilsə, erkən pensiya hüququ tanınmır. Burada şərtlərin düzgün tətbiqi və sənədlərin tam təqdim olunması vacibdir, deyə ekspert yekunlaşdırıb.